Video 4'ü dinleyin, hədisi inkar edənlərlə bağlı efirdə görək, sonra da mən onu deyəcəm. Video 4'e baxa zəhmət olmasa. لو احنا عايزين نهدم الدين ده احنا من مصلحتنا ندعم القرآنيين. لو احنا عايزين نهدم الدين ده احنا من مصلحتنا ندعم القرآنيين. لو احنا عايزين نهدم الدين ده احنا من مصلحتنا ندعم القرآنيين. لو احنا عايزين نهدم الدين ده احنا من مصلحتنا ندعم القرآنيين. لو احنا عايزين نهدم الدين ده احنا Deməli, Sərdar müəllim, Zahir müəllim, burada ateistlər də öz aralarında çıxış edirlər, danışırlar, deyirlər ki, yəni hədis inkar edənlərdir, tamamilə yerli dibli inkar edənlərdir. Deyirlər ki, əgər biz bu dini dağıtmaq istəyiriksə, Quranilərə, yəni hədis inkar edənlərə dəstək verməliyik. Həmin onlar öz aralarında ateistlər danışırdılar. Digər səs yazılarını vermirəm, deyirlər ki, birinə deyir ki, biri digərinə ateist deyir ki, sən təhlükəsizliyini qorumaq istəyirsənsə, ateist kimi yox, özünü Qurani kimi göstər, Qurani kimi çıxışlar et. Digər bir çıxışlarında deyirlər ki, öz aralarında olan çıxışlarında deyir ki, biz gərək əqidəsi möhkəm olmayan, tanınan izləyiciləri, çox olan məşhur şəxsləri əl alıb, onlara hədisləri inkar etməyi öyrədək. Hətta danışıqlarına görə onlara pul da verək deyirlər. Yəni ki, İslam dini əlbəttə ki, Quran və Peyğəmbərimizin qoyduğu yolla bağlıdır. Və belələri var ki, İslam dinini ikinci bir mənbəyi olan hədisi inkar eləməklə İslam dinini ləkə gətirmiş olurlar və İslam dinini mahiyyətsiz etmək istəyirlər. Halbuki 1000 illərdir, 1400 ildir ki, bütün alimlər, İslam alimləri hamısı yekdilliklə qəbul edirlər ki, İslamın mənbəyi Qurandır və sünnəti Peyğəmbərimizin yoludur.